mən kiməm? Mən kiməm? Mən nə istəyirəm? Mən necə olmaq istəyirəm? Yəni, mən bu həyat sadaladığım faktorlardan hansında olmaq istəyirəm? Təbii ki, mənə elə gəlir ki, bura yığışanların əksəriyyəti o üçüncü faktoru nəzərdə tutacaq. Çünki zamanında mən elə üçüncü faktoru öz həyatımda tutub getmişəm. Öz işimi, yəni illər öncə Cənab Subay qız ikən belə müşavir məni tanıyır. Yəni, bugün yəni, elə bir qısa bir şeydə biz 6-cı nüfrəndə qonşuluqdaydı. İndi yeni bir məlumat öyrəndik ki, mən artıq orada deyiləm. Mən artıq bir başqa yerdəyəm. Yəni ki, çünki öz işimi quraraq 9-6 sistemi özümə yaraşdırmamışam. Yəni, o limitli həyat tərzini özümə yaraşdırmamışam. Yaxud da ki, imkanlı bir kişi ilə ailə həyatı quraraq, yəni oğlan, nəsədə indi bizə, yəni mənə o təminatı verəcək deyə düşünməmişəm. Bugün yəni ona gətirirəm ki, bizim o düşüncələrimiz elə bizimkilərdən gəlir. Yəni, necə anamız bizə ona tövsiyə edir ki, yəni axtaranda, deyəndə yaxşı bir ailə, imkanlı bir ailə, yaxud da elə bir yerdə işləsin ki, getsin, gəlsin, qısıtlı, limitli bir həyat tərzi bizim özümüzə oturub. Yəni, o insanlar ki, özünü axtarır, mən kiməm deyəndə, artıq o özünü tapacaq. Çünki bu həyata bir dəfə gəlmişik. Bizim zamanımızda, məsəl üçün, deyək ki, 80-ci illəri, 90-cı illərin əvvəlinə gedəndə məhsul qıtlığı var idi. İnsanların əlində müəyyən pullar var idi. Pulları yaxşı yığa bilirdilər. Çünki məhsul qıtlığı idi. Gedib xərcləyə bilmir. Bugün məhsul qıtlığı bazarda yoxdur, çoxdur. Məhsul qıtlığı deyə bilərsin, hətta səyahət belə, hətta restoranlar belə, məhsullar belə, brendlər belə. Məhsul bolluğu var, amma pul yoxdur. O 9-6 rejimində işləyən adam aldığı pulu da çatdıra bilmir. Artıq o bank sisteminə keçib. Kredit ödəyir. Çünki o həyatı yaxşı yaşamaq istəyir. Amma bank sistemindədir. Bu ona gətirir ki, xanımlar, indiki zamanə kapitalizm zamanəsidir. İndiki zamanə sürət zamanəsidir. Siz bir informasiyanı bilmək üçün ChatGPT-yə yazırsınız, saniyə hesabında sizə informasiyanı gətirir. Və sizin həyat tərsinizdə o sürət onu yaxalaya bilərmi? 9-6 ya yoldaşınızı gözləyərək, o sizin həyat tərzinizə çata bilərmi? O yaxşı yaşamınıza çata bilərmi? Bir dənə özünüzə kitab vərəq götürün. İstədiyiniz arzuları yazın. Məsələn, nə arzu? Mən hərdən deyəndə kimsə nəsə xəyal edir. Mən xəyal demirəm, mən arzu deyirəm. Kimsə deyə bilər ki, mən maşın istəyirəm. Məsələn, yəni də, deyək ki, müşahibə, Porsche maşın istəyərsən,